Gününüz aydın olsun Azərbaycan xalqı. Demək, Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri Kəmalə xanım Ağazadə fikir söyləyib ki, fahişələrin, narkomanların çoxluq təşkil elədiyi yer Xırdalan şəhəridir. Kəmalə xanım, sizin dövlətə və uşaqlara olan qayğınız haqqında məlumatım var və ona görə də sizə təşəkkür edirəm ilk öncədən. Və sizə 84-cü ildən Xırdalanda yaşayan bir Xırdalan sakini kimi, hansı ki mən legal Xırdalan sakiniyəm. Legal niyə vurğulayıram, onu da sizə izah eləyəcəm. Xırdalan şəhəri belə olmayıb Kəmalə xanım. İndi ola bilsin kimlərsə düşünür ki, Xırdalanda polis nəzarəti yoxdur, ictimai qınaq yoxdur. Var, hər ikisi var. Başda Daşyan rayon polis rəisi Musa müəllim olmaqla sahə rəisimizdən tutmuş bütün əməkdaşlara qədər mən dərin minnətdarlığımı bildirirəm. Çünki mən onların şahidi olmuşam ki, hər gün neçə narkoman haqqında tədbir görürlər. Mən bunun şahidi olaraq sizə deyirəm və ictimai qınaq da var. Yəni Xırdalan, köhnə Xırdalanlılar deyək, burada yaşayan təzə Xırdalanlı olsa da əxlaqı, abrı, həyası, qeyrəti yerində olan insanların qınaqlarının da şahidi olmuşam. Kəmalə xanım, burada birbaşda amil var. Bu amili mən sizə izah edeyim. Başda günahkar kimdir? Xırdalan şəhərini vaxtilə satdılar, binalar tikildi, bura oldu Bombey. Əhali ərazisinə görə əhalisi həddən artıq çoxdur. Ona görə də çatan, ərindən küsən, arvadından bezən, hamı qaçıb gəlir Xırdalana. Bunun da səbəbkarı kimdir? Ümumi şamil eləmirəm. Bəzi ev yiyələri. Hansı ki evini verib kirayə kimə verir? Ailələr qala-qala. Nə var, ailə 300 manat verəcək. Amma gətirib pozğuna, fahişəyə, əxlaqsıza gətirib 500 manata verir. Və həmin o evə gətirən də bəzi maklerlərdir. Hansı ki ailədən alacaq makler haqqı 50 manat, amma o pozğundan, fahişədən alacaq 200 manat alacaq. Və bunlar Xırdalanı pis günə qoyub. Taksiyə minmək olmur. Bakıdan, şəhərdən üzü bəri gəlsən, taksi ancaq Xırdalana üzr istəyirəm ifadəmə görə ət daşıyır, quş daşıyır. Üzr istəyirəm hamınızdan, başda da Kəmalə xanım, elə sizdən üzr istəyirəm. Bu Xırdalan batır, Xırdalan pozğunluqla, narkomaniya ilə batır. Qarşısını almaq lazımdır. Və Kəmalə xanım, məhkəmələr sərt qərar çıxartmalıdır, sərt qanun tətbiq etməlidir. Milli məclisdə bu müzakirə olunmalıdır. Pozğunların uşaqları əlindən alınıb verilməlidir dövlətə. Uşaqlar evinə verilməlidir. Xüsusən də sizə səslənirəm. Kəmalə xanım, səs eləyin. Milli məclisə, millət vəkillərinə səs eləyin. Bir qanun tətbiq eləsinlər. Pozğunların əlindən uşaqlar alınsın. Çünki pozğunların uşaqlarıdır. Əksəriyyəti 70%, bu narkotika qurşananların 70% pozğunların uşaqlarıdır. Hansı ki atasız, sahibsiz, ana bilinmir hardadır və onlar da həyatdan bezmiş, həyatdan küsmüş insanlardır. O uşaqları qınamıram. Onlar travma ilə yaşayıblar. Yəni ümumi şamil eləmirəm. Yaxşı ailədən də narkotika qurşananlar var. Allah hamısının köməyi olsun. Ancaq mənim dediyim odur ki, nə qədər ki pozğunların əlindən alınmayacaq uşaqlar, narkomaniya da artacaq, hər bir şey artacaq. Ona görə də Kəmalə xanım, siz uşaqların müdafiəsinə qalxan bir qurum sədri kimi sizə səslənirəm. Müraciət edin millət vəkillərinə. Milli məclisdə müzakirə olunsun, pozğunların əlindən alınsın uşaqları. Dövlət ona yaxşı himayə göstərəcək, dövlət ona yaxşı təhsil verəcək, əxlaqını qoruyacaq. Amma onlar öz analarının yanında qalanda müəyyən bir vaxt uşaq kimi yaşayırlar. Müəyyən bir yaşdan sonra artıq onlar analarını anlayırlar və onlar özlərinə bir yer tapa bilmirlər. Özlərindən yer tapa bilmirlər və başlayırlar pis yollara düşürlər. Ya narkotika qurşanırlar, ya digər bir hansısa bir cəmiyyət pozuntusu ilə məşğul olurlar. Xahiş edirəm, bu haqda tədbir görün. Bu uşaqlar yazıqdır. Mən yenə deyirəm, ümumi şamil eləmirəm. Yaxşı ailələrdən də narkotika qurşananlar var. Ancaq əksəriyyəti həmən o pozğunların uşaqlarıdır. Bir də buradan səslənirəm o maklerlərə, şərəfiniz olsun, qeyrətiniz olsun. Əgər siz bu cəmiyyəti, bu Xırdalanı, bir Xırdalan sakini kimi deyirəm, istər fərq eləmir, Xırdalanın digər qəsəbə, kənd fərqi yoxdur. Sizin kişiliyiniz olsa, pozğuna, fahişəyə ev verməzsiniz. Ən azından, o ev yiyəsi razı olsa da, ən azından hansısa bir qonşuda evlat böyüyür. Hansısa qonşunun qeyrətli ailə yaşayır orada. Onlara hörmət qoyun. Özünüzə hörmət qoymursunuz, onlara hörmət qoyun. And olsun Allah'a deyirəm, mən hansısa bir makleri görən pozğuna ev verər. And olsun Allah, istəyir məni tutsunlar, istəyir məni məsuliyyətə cəlb eləsinlər. O insanı mən döyməsəm, mən şərəfsiz olaram. Bəsdir, kişiliyiniz olsun, vicdanınız olsun. Ölkəni eləməyin pozğunxana. Xırdalanın adı batıb. Xırdalan əvvəl elə deyildi. Xırdalan sakini kimi deyirəm ki, Xırdalan, köhnə Xırdalanlar hamısı bilir. Xırdalanda əvvəl narkoman da bilinirdi, pozğun da bilinirdi. Bizim bir qonşumuz var idi. Heç bir pozğun zat da deyildi. Müəyyən bir işdə işləyirdi. Sadəcə geyiminə görə onu o qədər cəmiyyət, o qonşular o qədər sıxdı ki, o köçsü getdi orada. Yəni əvvəl qınaq var idi. Çünki əvvəl 100 nəfərdən biri idi. Mən hətta deyərəm 1000 nəfərdən biri idi. İndi amma 5 nəfərdən biri pozğundur. Ona görə də bunun qarşısını bu cür almaq lazımdır. İlk növbədə uşaqları qorumaq lazımdır. Həmən o pozğunun o evladı qız uşağıdırsa, o anasının yanında böyüyürsə,
bir dənə də pozğun yetişdirir. O da gedəcək, başqa bir pozğunun oğluna gedəcək. Bunlardan törəyənlər də ümumiyyətcə cəmiyyətə bir tragediyadır, faciədir. Ona görə də xahiş edirəm. İlk öncədən Kəmalə xanım, mən də bilirəm ki, siz dövlətinizə, xalqınıza xidmət edən bir məmursuz, bir vətəndaşsınız. Ona görə də sizə səslənirəm. Bu haqda təcili sürətdə tədbir görmək lazımdır. Allah xalqımızı, dövlətimizi qorusun. Var olun Azərbaycan xalqı.